Sadəcə olaraq bu pul ödənməsə, ya müəssisəni bağlayacağıq. 2500-ə qədər qalxacaq. 1800 manatı verəcəyi başqa yolu yoxdur. Çox pis. O 2500 mən kimdən çıxartmalıyam? Bu cəmaatdan çıxartmalıyam. Biz bu məbləği ödəyə bilməyəcəyik. Materialları belə özümüz alırıq. Nə həkim qalmayacaq, nə tibb bacısı qalmayacaq, nə xadimə qalmayacaq. Biz bu məbləği ödəyə bilməyəcəyik. 1800 manatın təyin edilməsi ümumiyyətlə sizə bir həkim olaraq necə təsir edir? Çox pis. Belə deyək də, biz dövlət poliklinikasında işləyən həkimlər, həkim stomatoloqlar, biz illərdir, mən 21 ildə iş stajım var və bu 21 ildə həmişə təminat, təchizat, bütün materialı, avadanlıq hamısının öz hesabım olub. Yəni ki, bu məbləğ bizə çox pis təsir edir. Niyə? Çünki biz bu məbləği ödəyə bilməyəcəyik. Ona görə ödəyə bilməyəcəyik ki, bizim müraciət edən əhali maddi təminatı aşağı olan insanlardır. Və maddi təminatı aşağı olan insanlar təbii şəkildə yüksək qiymət ödəmək iqtidarında deyil. Biz onlara yüksək qiymət qoysaq, təbii ki, biz öz hesabımıza təmin etdiyimiz materialları, avadanlıqları hamısını özümüz alırıq. Və təbii ki, onlara yüksək qiymət qoysaq, biz də qiyməti qaldırmalıyıq. Bu qiyməti də qaldıranda əhaliyə sərf eləməyəcək və poliklinikada bağlanacaq. Yəni deyirsiniz ki, qiymətin qaldırılması işçi sayına da təsir edə bilər, əhalinin gəlişinə təsir edə bilər, düzdürmü? Bəli, işçi sayına da təsir edəcək, əhaliyə də təsir edəcək. Bizim tələbimiz odur ki, bizi də heç olmasa digər tibbi xidmətlər kimi sığortaya alsınlar. Heç olmasa ən azı ilkin stomatoloji yardımları, ilkin müayinəni, çəkimi, xəstəyə ilkin ağrı ilə gələn xəstəyə ilkin yardımın materiallarını ən azı alsınlar sığortaya və bizə deyirlər ki, siz dövlətə sərf eləmirsiniz. Siz gəlir gətirmirsiniz. Biz gəlir gətirmək üçün biz də gərək sığorta öz himayəsinə ala ki, biz də xidmət göstərək və sığortadan pul gələk. Dövlət poliklinikasında bu tələb olunur. Bəli, bu tələb olunur. Biz də sığorta ilə işləmirik deyə, təbii ki, bizim heç bir xeyrimiz olmayacaq. Ona görə də biz də xahiş edirik ki, insanlar var ki, həqiqətən maddi durumları çox aşağıdır. O insanlara yardım eləmək üçün ən azından ilkin tibbi müayinələri, ilkin tibbi xidmətləri, stomatoloji xidmətlərdən təbii ki, danışıram. Onları sığortaya salmaq şərtdir. Həm də qəribə gələn bilirsiniz nədir? Odur ki, deməli təbibin işçiləri, media, jurnalistlərə intervyu verəndə deyirlər ki, biz heç bir həkimə konkret miqdar 1800-1200 manat sözü deməmişik. Amma çox qəribədir ki, bizim dünənləri təbibin qəbulunda olan bütün həkimlərimizə deyilib ki, konkret olaraq rayonlar 1200, şəhərdəki həkimlər isə 1800 manatı verəcəyi başqa yolu yoxdur. Amma çöldə deyirlər ki, biz rəqəm deməmişik. Yəni öz daxillərində həkimlərə deyirlər ödəməlisiniz, amma ictimaiyyətə başqa cür açıqlama verirlər. Bəli, ictimaiyyətə açıqlama verirlər ki, biz onlara konkret miqdar deməmişik. Hələ monitorinqlər aparırıq, hələ baxacaq belə filan. Amma içəridə deyirlər ki, xeyri yoxdur. 1800 manatı verməlisən vəssalam. Təbib bazar açıb. Yəqin ki. Sadəcə olaraq